bağrında, bağrında. Qoy geçsin cənubdan əbədi sürgünə, nalələr, qoy taxsın bu sahil, o sahil köksünə, lalələr. Ha dostlar, dostluq qurcan verən sözümə, xoşbaxtlar xoşbaxtı deyilən özümə, başımın şanaqı, Naxçıvan, Qarabağ, tarixə bu adlar yazılıb şöhbətim, necə fəxr etməyim, həmişə üzü ağ, meclislər başında eyləşin millətim. Çox gözəl bildən, qəlbimdə bir can, bu adın sönməyən məhəbbət nədəndir? Həyatım, varlığım, hər zaman vətəndir, 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 vətəndir. Hörmətli tədbir iştirakçıları, hörmətli Səmay xanım, əziz müəllimlər və bizim gələcəyimiz olan gözəl, işıqlı şagirdlər. Hər birinizi salamlayıram və mən bura gələrkən ilk növbədə bu vətən aşiqi, gözəl şairimizin ailə üzvü, yəni oğlu, onun salamlarını, xoş arzularını sizə çatdırmağı məndən xahiş elədi. Özü xəstə olduğuna görə 80 yaşındadır və burada iştirak etmək imkanı olmadı. Bəli, özünüz gördünüz həm çarxdan, həm də ifa elədiyi şeirdə Süleyman Rüstəm sözün əsl mənasında vətənpərvər şair, azadlıq, müstəqillik vurğunu, hürriyyət şarkısı, istiqlal şairi olan bir sənətkardır və onun ürəkləri diqqətə gətirən, qəlb çırpındıran, könül sızıldadan poetik misralar, gözəl mahnılar müəllifi olmaqla yanaşı, o həm də tanınmış nasir, dramaturq, tərcüməçi, publisist və ictimai və dövlət xadimi kimi Azərbaycan Respublikasının tarixində və ədəbiyyatının tarixində özünün izi var, özünün yeri var. 1906-cı ildə Bakı şəhərində doğulub Süleyman Rüstəm, dəmirçi ailəsində. Atasının fəaliyyət göstərdiyi dəmirçixana indiki Akademik Milli Dram Teatrının yerində idi. Və hələ kiçik yaşlarından Süleyman Rüstəm öz ailələrinin maddi durumu ağır olduğuna görə gəlib atasına kömək edirdi və o da öz növbəsində zindana çəkic vururdu. Kiçik idi, bəlkə də çəkicə gücü o qədər çatmırdı, amma güzəranlarını yaxşı eləmək olması üçün atasına yardım etmək onun, necə deyərlər, bir övlad kimi vəzifə borcu idi. Və o çəkic zindana dəyə-dəyə, o zindandan gələn səslər əlbəttə ki, sonradan Süleyman Rüstəmin yaradıcılığında bir həyat simfoniyası kimi, həyat notları kimi öz əksini tapdı. Və həmin dəmirçixanada o çəkic vurarkən zindana, o kiçik yaşlı Süleymanın xatirində bir fikir keçirdi ki, mən bir gələcəkdə oxuyum, bir təhsil alım və xalqıma, millətimə, dövlətimə layiqli bir övlad olum. Və tali onun üzünə güldü, elə hal baş verdi ki, o təhsil də aldı, həyatda böyük uğurlar da qazandı, ayrı-ayrı dövrlərdə müxtəlif vəzifələr də daşıdı və adi dəmirçi oğlundan parlamentin sədrinə qədər şərəfli bir yol keçdi. Və o zaman Sovetlər dönəmində bütün fəxri adlara, titullara layiq görüldü. Bu elə-belə olmadı. Çünki onun yaradıcılığı akademik Bəkir Nəbiyevin dilinə desək, Azərbaycan Respublikasının müxtəsər poetik ensiklopediyasıdır. Həqiqətən də Süleyman Rüstəm Azərbaycan ədəbiyyatı tarixində böyük bir xidmətləri olmuş bir sənətkardır və o, heç də hər şairə, hər sənətkara nəsib olmayan bir titul daşıyıb. O da zamanında Azərbaycan poeziyasının canlı klassiki və poeziyamızın patriarxı adını almışdı və o adı şərəflə daşıyırdı. Və bu arada xalq şairi Səməd Vurğunun sözləri ilə desək, yəni o zamanın şairlərindən təbii ki, söhbət gedir,
Səməd Vurğun deyirdi ki, biz hamımız Azərbaycan o dövr Sovet dövrü idi bildiyiniz kimi, Azərbaycan Sovet poeziyasının banisi Süleyman Rüstəm yoldaşa borcluyuq. Çünki o bütün gənclərə yol açırdı, cəmiyyətdə tutduğu mövqedən, vəzifədən, hörmətdən, nüfuzdan asılı olaraq onlara dəstək dururdu. Elə mən iki məsələni vurğulamaqdan sonra yaradıcılığına keçəcəyəm. Birinci, 1926-cı ildə xalq şairi Səməd Vurğun Gəncədə müəllim idi və ara-sıra dövrü mətbuatda şeirlər yazırdı. Onu Bakıya gətirən və sonradan Moskvaya təhsilə göndərən və ümumiyyətlə bir şair kimi formalaşmasında Süleyman Rüstəmin xidməti böyük olub. Çünki o zaman Yazıçılar Birliyinin rəhbəri idi. Digər tərəfdən Türk dünyasının böyük şairi, sizin hər biriniz də tanıyırsınız, Nazım Hikməti eşitmişsiniz, bilirsiniz. Nazım Hikməti Bakıya dəvət edən, onu Azərbaycan oxucusuna təqdim edən də məhz Süleyman Rüstəm olub. Və Nazım Hikmətin ilk kitabı Türkiyədə yox, məhz Azərbaycanda, Bakıda çıxıb, o da Süleyman Rüstəmin redaktorluğu ilə. Mən sizin yaşda olan bir şagird idim. Süleyman Rüstəmin, Səməd Vurğunun, Mikayıl Müşfiqin və digərlərinin şeirləri ilə böyümüşəm. Orta məktəbdə biz keçirdik, Vətən şeiri, Duz çörək, Ana və Paçtalyon, Qafurun qəlbi, Gün o gün olsun ki, Azərbaycana gəlsin və s. şeirlər. Bu şeirlər Azərbaycan poeziyasının doğrudan da misilsiz inciləridir. Və sonradan tali elə gətirdi ki, mən tələbə olarkən mənim təşəbbüsümlə və təşkilatçılığımla Süleyman Rüstəm, indi bayaq da gördüyünüz kadrlarda Azərbaycan Texniki Universitetinə qonaq dəvət olundu. Onun 80-lik yubileyini onun iştirakı ilə keçirtdik. Və o vaxtdan mənim 1986-cı il idi. Süleyman Rüstəmlə yaxınlığım, ünsiyyətim, belə demək mümkünsə dostluğum oldu. Və 1989-cu il o dünyasını dəyişdi. Dünyasını dəyişən günə qədər mənə nəsib oldu ki, mən Süleyman Rüstəmlə ünsiyyətdə oldum. Və ondan sonraki müddətlərdə düz 40 ildir Süleyman Rüstəmin bütün yaradıcılığını tədqiq edirəm və bugün burada bizim aramızda çox gözəl bir qələm sahibi jurnalistimiz, əməkdar jurnalist Yeni Təfəkkür qəzetinin baş redaktoru Şəmsiyə xanım əyləşir. Və Şəmsiyə xanımın o dəstəyi ilə demək olar ki, Süleyman Rüstəmin yaradıcılığına aid bütün yazıların, bütün təhlil olunan yazıların həmin qəzetdə və digər mətbu orqanlarında dərc olundu. Və bu 40 ildə çalışdım ki, Süleyman Rüstəmin həm yaradıcılığını gənc nəslə çatdırım, həm də onun bütün 90, 100, 110, 120 illik yubileylərinin də keçirilməsində təşəbbüskar və təşkilatçılarının biri olub. Süleyman Rüstəm yaradıcılığı çox şaxəlidir. Süleyman Rüstəm gənclik şairidir, məhəbbət şairidir, lirik şairdir, vətənpərvər şairdir. Onun lirikası o qədər axıcı, o qədər həzindir ki, dövrümüzün, zamanımızın bütün bəstəkarları onun mahnılarına, onun şeirlərinə müraciət edib mahnılar bəstələyir. Və başda SSR xalq artisti Zeynəb Xanlarova olmaqla demək olar ki, bütün müğənnilərimiz o mahnıları ifa edir. Və indi birazdan sizin qarşınıza çıxış edəcək gənc müğənni Rasim Səfər də öz repertuarına Süleyman Rüstəmin mahnılarını hər zaman daxil edir və sizə də onu çatdıracaq. Süleyman Rüstəm Cənub mövzusunda yazan və Cənub mövzusunda çox möhtəşəm fundamental əsərlər yazan ilk və yeganə şairdir. Düzdür, ondan sonra olan bəzi şairlər də müraciət ediblər, amma Süleyman Rüstəm qədər bu mövzunu əhatəli, daha fundamental yazan ikinci bir şair yoxdur. Əgər bayaq siz çarxa fikir verdinizsə, orada Süleyman Rüstəmin şəkli Xudafərin körpüsü ilə görünür də Araz çayının fonunda verilir. Bu elə belə deyil. Ona görə ki, Süleyman Rüstəm öz yaradıcılığında həm o tay, həm bu tay, yəni həm bizim bu Azərbaycanın, həm də İranda qalan
Cənubi Azərbaycanın, bütöv Azərbaycanın şairidir. Və onun qədər Cənub mövzusuna müraciət edən, qeyd edilən bir daha ikinci bir şair yoxdur. Yəqin ki, məndən sonra çıxış edən natiqlər bu məsələləri toxunacaq deyəndə mən çox buna getmirəm. Bir haşiyə çıxmaq istəyirəm. Bax, Şəhriyarla onun dəyişmələri var idi və bilirik ki, bütün dövrlərdə, yəni bu son 200 ildə həm ictimai xadimlər, həm şairlər, ədiblər Azərbaycanın ikiyə bölünməsində Arazı suçluydular. Araz çayı sanki ən günahkar, ən suçlu bir vasitə olub o hadisələrdə. Şəhriyar Araza müraciət edir ki, göz yaşımsan, ay Araz, qoyma gözün baxsa da görsün, nə yaman pərdə çəkibsən iki qardaş arasında. Amma Süleyman Rüstəm Arazın adından Şəhriyara cavab verir. Yox, yaranmamışam mən göz yaşımdan. Göyərçin dalğalı Arazdır adım. Ay ellər, qardaşı qan qardaşından ayıran ayırdı, mən ayırmadım. Burada bir məna var idi. O, Sovetlərin kəskin dönəmində bunu demək cəsarət tələb edirdi. Yəni, əslində, Süleyman Rüstəm Arazın dili ilə deyirdi ki, yəni, gedin araşdırın ki, kimlər bölüb. Yəni, Rus imperiyası ilə İran Azərbaycanı ikiyə bölünüb. Yəni, məni boş-boşuna suçlamayın. Yəni, bu da Süleyman Rüstəmin bir mübariz, bütöv Azərbaycan şairi olmasından xəbər verən cəhətlərdən idi. Və belə mövzular çoxdur və qayıtmaq istəyirəm, bizi narahat edən məsələlərdən bir də Qarabağ məsələsi idi. Hələ Süleyman Rüstəm bizim Qarabağa uzanan o bədnam əlləri, qara əlləri görürdü. Öz şeirlərində demək olar ki, Qarabağı vəsf edirdi və mən sizə bir məlumat da verim ki, Qarabağlılardan çox Qarabağ haqqında şeir yazan da məhz Süleyman Rüstəm olub. Və 1960-cı illərin yəni sonlarında o ermənilərin fəallığını görərkən və bizim Azərbaycanlıların passivliyini görərkən poemasında bir misra yazır, onunla bir mesaj verir ki, oyan xalqım, xorenlər iş başındadır, xudayarlar bekar gəzir. Bu özü bir mesaj idi ki, yatmayın, qalxın mübarizəyə. Və sonradan bu şeirlər ardı arası gəlirdi, hər zaman Qarabağa, Naxçıvana olan münasibətini göstərir. Çünki həm Qarabağa, həm Naxçıvana bilirsiniz ki, ermənilər göz dikmişdilər. Ona görə bu bir həm şair kimi, həm bir Azərbaycanlı kimi, həm də bir ictimai dövlət xadimi kimi onun borcu idi bunları yazmağa. Və sonunda bir məsələni də sizə bildirim ki, 1988-ci ildə Azərbaycan Ali Sovetinin, yəni indi Milli Məclisin sessiyası keçirilirdi və bilirsiniz ki, Süleyman Rüstəm 18 il, yəni ömrünün son 18 ilini Azərbaycan Ali Sovetinin, yəni parlamentin, indiki dillə desək, Milli Məclisin sədri olub və orada birbaşa yayımla televiziyada həmin sessiya gedirdi və sessiyada çıxış edir və orada bildirir ki, Qarabağ Azərbaycanın əbədi, əzəli torpağıdır, hissəsidir və ardınca özünün məşhur Qarabağ şeirini səsləndirir. Parlamentin sədri kimi 88-ci illər Sovetlər dönəmində deyir, sən mənim doğru görən göz bəbəyimsən Qarabağ, vətənimsən, vətənimsən, vətənimsən Qarabağ. Bu da onun, necə deyərlər, bir mübariz şair kimi olmasından xəbər verir. Müharibə mövzusuyla bağlı onun çox şeirləri var. Ana və Paşdalyon məşhur şeiridir, onu hər birimiz yəqin ki bilirsiniz. Gün o gün olsun ki, qutarsın dava, dağılsın buludlar, açılsın hava, yaxası ordenli igidiyar gəlsin, xəbəri gəlməyən oğullar gəlsin, gün o gün olacaq, o gün gələcək, bəşər dincələcək, həyat güləcək. Bax, o şeir bizim 44 günlük müharibədə qələbə qazandığımız zaman o şeirin nə qədər aktual olduğunu biz hiss elədik, yaşadıq. Onun deməli, yenə qeyd etdiyim kimi nəsr əsərləri var, dram əsərləri var, pyesləri var. Hətta 15 yaşı olarkən Süleyman Rüstəmin Çimnaz xanım yuxudadır adlı pyesi səhnəyə qoyulmuşdu. Və Cənub mövzusuna deyəndə bir məsələni də deyim. Yəqin ki, hər biriniz Qaçaq Nəbi filmini görmüşsünüz. Atları yəhərləyin adı ilə gedir.
Və orada belə bir epizod var, hamınız xatırlayırsınız yəqin ki, orada İran şahının məmuru gəlir Azərbaycan kəndlərindən kəndliləri qovur ki, bu torpaq şahənşahın tövlələri olacaq, olan heyvanların üçün tövlələr tikiləcək və insanları evindən qovur. Elə bu proses baş verərkən Qaçaq Nəbi ora gəlir və onu görən kimi həmin o məmur başlayır yaltaqlıq eləməyə və orada bir epizod var, deyir ki, ay Nəbi qağa, Arazın o tayının dərdi sənə azlıq elədi ki, gəlib bu tayında da yəni müdaxilə edirsən. Orada da cavab verir ki, obanın o tayı bu tayı yoxdur. O tayı da bu tayı da mənim doğma el-obamdır. Qulağında sırğı elə və unutma. Yəni bax, bu da nə cür senzuralar olursa, qadağalar olursa olsun, Süleyman Rüstəm əsərində lazım olan, bir cümlə ilə də olsa, lazım olan fikrini çatdırırdı. Əlbəttə, o vaxtı çox çətin dövr idi, repressiyalar dövrü idi, Sovetin qılıncının kəsən vaxtları idi, hər adam deyə bilmirdi. O zaman dilimizə qarşı, yəni Azərbaycan dilinə qarşı baskılar olanda, qadağalar olanda o şeir yazır ki, mən sənin dilinə dəymirəm cəllad, gəlsən də bu ana dilimə dəymə, sənin də bağın var, gülün var, çəkin, bağımda əkdiyim gülmə dəymə, altımda atəş var, külmə dəymə. Yəni bunlar Süleyman Rüstəmin necə deyirlər, ən gözəl misralarıdır. Hədsiz dərəcədə onun çoxlu şeirləri var. 100-ə yaxın mahnı mətninin müəllifidir. Mən də bu müddət ərzində dediyim kimi son 40 ildə yaradıcılıqla məşğul olarkən onun 2 kitabını tərtib eləmişəm. Biri Nəğmələrdə döyünən ürək adlı kitabdır. Burada Süleyman Rüstəmin notlu, notsuz bütün mahnıları öz əksini tapıb və şeirlərin də bəziləri hansılar ki, ona mahnı bəstələnə bilər və yaxud muğam üstündə oxuna bilər, onlar da dərc olunub. Və sonuncu kitab Belələri də var adlı satira və yumordur və çoxu Süleyman Rüstəmin nə qədər böyük satirik şair olduğunu bilmir. Yəni, siz üçün də bəlkə bu yenilik olacaq. Deyirlər ki, Süleyman Rüstəm kimi nəhəng, çox böyük bir şair, böyük fundamental əsərlər yazan şair həqiqətən də satirik, böyük bir satirik şair ola bilərmi? Bəli, olub və onun satirik şeirləri də bugün də aktualdır. Uşaqlar, mənim sizə tövsiyəm nədən ibarətdir? İndi hər birinizin xatirində ən azı Süleyman Rüstəm adlı bizim böyük bir xalq şairi, sosial əmək qəhrəmanı, böyük bir şairimizin olduğu xatirinizdə həkk olunacaq, illər keçsə də. Və mən sadəcə ricam sizdən odur ki, imkan olduğu qədər oxuyun, bədii ədəbiyyat oxuyun, həm Süleyman Rüstəmin şeirlərini, həm digər klassiklərimizin Səməd Vurğunun, Mikail Mişiqin, Əhməd Cavadın, Hüseyn Cahidin və s. Ümumiyyətlə, bədii ədəbiyyat oxuyun. Heç olmasa hər gün bir səhifə də olsa bədii ədəbiyyat oxuyun. Niyə? Çünki, indi burada dilçi müəllimimiz var, o da sizə deyəcək. Çünki nə qədər çox bədii ədəbiyyat oxuyarsınızsa, sizin söz ehtiyatınız zəngin olacaq. Nə qədər sizin söz ehtiyatınız zəngin olacaqsa, siz istənilən tribunada, istənilən bir yerdə, televiziyada, radioda, hər hansı bir konferanslarda, simpoziumlarda sərbəst, kağızsız çıxış etmək imkanına malik olacaqsınız. Natiqlik qabiliyyətiniz artacaq. Bu da sizin gələcəkdə, cəmiyyətdə yüksək bir mərtəbələrdə, zirvələrə çatmağınızda yardımcı olacaq. Mən bir daha Süleyman Rüstəm yaradıcılığına belə bir qayğı göstərərək, belə bir tədbirin, məhz bu da təhsil ocağında, məktəbdə, şagirdlər arasında, müəllimlər arasında keçirilməsinə görə bir daha məktəbin, yəni liseyin rəhbərliyinə, başda Səmay xanım olmaqla hər birinizə dərin təşəkkürümü bildirirəm və güman eləyirəm ki, bu tədbirdən nəsə özünüzə götürəcəksiniz. Sağ olun.
gəlməz xoşum, aydın həqiqətdir mənim fəlsəfəm. Vətənə, millətə, qardaşlara dərin məhəbbətdir mənim fəlsəfəm. Dumanlı arzular, tam xəyal deyil, şan-şöhrət uğrunda qalmaqal deyil, fitnə əsas deyil, puç amal deyil, haqdır, ədalətdir mənim fəlsəfəm. Mən çox bəlalara gəlmişəm sinə, haqqı yazmamışam heç vaxt dərsinə, ulu babaların yaxşı irsinə, əbədi hörmətdir mənim fəlsəfəm. Mənasız ədavət nəyimə gərək, dar gündən mal-dövlət nəyimə gərək, acizlik, ətalət nəyimə gərək, hünər cürətdir mənim fəlsəfəm. Xalqımın şöhrəti tutub cahanı, odur dilimdəki mahnımın canı, məslət düşməni ilə döyüş zamanı, yalnız əşarətdir mənim fəlsəfəm. Gərək son verilsin hər fəlakətə, insanam, düşmənəm, zülmə, vəhşətə, azadlıq aşiqi bəşəriyyətə, yalnız əşarətdir mənim fəlsəfəm. Zəhmətsiz bir ömrün nə mənası var, insana zəfərsiz yaraşmaz vüqar, dosta, yoldaşa, qardaşa etibar, yalnız əşarətdir mənim fəlsəfəm. Təfəkkür qəzetinin baş redaktoru Şəmsiyə Kərimovaya veririk. Buyurun Şəmsiyə. İndi sizin nəinki Süleyman Rüstəm haqqında, bizim o klasik yazıçılarımızın, şairlərimizin adı indiki dərsliklərə salınmır. Yoxdur. Ona görə inanıram, o mənada deyirəm ki, çox güman ki, burada işitdiniz və uzun müddət bu görüş sizin yadınızda qalacaq, xatirənizdən getməyəcək. Qafar müəllimin çıxışından sonra, o dərin məzmunun çıxışından sonra mənim çıxışımda o qədər mənə elə gəlir ki, onun dedikləri sözlər haqqında söz deyə bilməyəcəm. Mən bir yerdə də bu fikrimi səsləndirmişdim. Qafar müəllim o qədər Süleyman Rüstəm sevərdi ki, onun tədqiqatları, onun əsərləri və ona bir dəfə də təklif eləmişəm ki, bu əsərlər artıq hazır bir elmi dissertasiya işidir. Bunu müdafiə elə professor adal. Mən bunu o təklifi vermişim, yəqin ki, gələcəkdə bunu edəcək. Çünki Süleyman Rüstəm haqqında bu qədər tədqiqat əsəri eləyən yoxdur. İnandırım sizi, bayaq özü qeyd elədi, bizim Yeni Təfəkkür qəzetində, başqa qəzetlərin hamısında Süleyman Rüstəm haqqında yazıları, onun dəyərli yazıları var. Süleyman Rüstəm təbii ki, 20-ci əsrin şairlərindəndir və çox güclü şairlərindəndir. Onun əsərlərini, mən bu subyektiv fikrimdir, onun Ana və Paştalyon şeirini mən onun şah əsəri adlandırıram. Çünki Ana və Paştalyon şeirini mən uşaq vaxtı, bizim dərsliyimizdə, bax, onun orta məktəbdə oxuyanda ədəbiyyat kitabından biz onun Ana və Paştalyonunu başdan ayağa əzbər bilirdim. Təbrizim şeirini əzbər bilirdim. Bir də gün o gün olsun ki, qurtarsın davam. Bax, sonra onun o şeirlərində bir cənnət görmək istəyən Azərbaycana gəlsin. Azərbaycanı o qədər o sevirdi ki, yəni o sözü ondan güclü heç kim deyə bilməz. Və yazarlar, yəni yazıcıların, şairlərin, jurnalistlərin peşəsi budur ki, cəmiyyətdə, həyatda gördüyü şeyləri hamısını nəzimə çəksin. Bizim də gördüklərimiz var. Bax, bizə mövzu verir. Məsələn, mən bir yazar kimi daimi yazılarımdan elə olub ki, bəhrələnmişəm. Süleyman Rüstəm şeirlərindən elə bəhrələnmişəm. Məsələn, bir bölgəmizə getmişəm, bir rayona getmişəm. O rayonun gözəlliyini görəndə, inkişafını görəndə yazımın başlığında qoymuşam onu. Məsələn, bir rayon adı çəkirəm. Cənnət görmək istəyən Tovuza gəlsin. Bax, bizə bir başlıq verib bu. Sonra bayaq gözəl müğənnimiz oxudu. Xatırlayarsın məni. Mən məsələn bir yerə gedəndə, bir gözəl çəməndə, bir layihələrin içində şəkil çəkdirəndə yazıram ki, o həmin Süleyman Rüstəmin o sətirlərindən istifadə edirəm. Süleyman Rüstəmin mən satırasına, yəni sevgi var, vətən eşqi var, vətən sevgisi var. Ən çox onun əsərlərində mən o indiki dövrdə də bir dəfə bu sözü xatırladım sizə. Bir dəfə mənim bir qəzetdə çalışırdım. Mənim redaktorum Milli Məclisə deputat seçilmişdi.
o qədər onun çevrəsində işçilərimizdən də, bayaq Qafar müəllimlə də otaqda o mövzuda bizim söhbətimiz olub, hərlənirdilər, gedirdilər, az qalırdılar ki, neynəsinlər. Mən ona o sözü demişdim. Demişdim ki, bəs ay filan kəs müəllim, siz bir dənə bu deputatlıqdan çıxandan sonra siz baxarsınız, bu ətrafınızda fırlanan adamların neçəsi qalacaq sizin yanınızda. Bax, Süleyman Rüstəmin bugün, o 20-ci əsrdə yazdığı şeirlər, bax, bugün də aktualdır həyatımız üçün. Bugün də adamlar var ki, vəzifədədir deyə, onun çevrəsində o qədər yaltaqlanan var, o qədər fırlanan var, o qədər riyakarlıq edənlər var, saxta dostlar var. Və Süleyman Rüstəmin bir dənə o mövzuda bir sözünü oxuyacağım sizə. Həmin o bayaq dediyim məsələyə. Deyir, vəzifə başında oturmuşdum mən, yaman hərlənirdin ətrafımdasən. Sağıma baxırdım, sağımdasan, sən varsan. Soluma baxırdım, solumda varsan. Bağıma baxırdım, bağımda varsan. Yoluma baxırdım, yolumda sən varsan. Artıq deyir, vəzifədən çıxmışam da, yoxam. Vəzifədən çıxandan sonra, bu təbii ki, bu həyatda gördüklərimizi nəzmə çəkib bunu. Artıq vəzifədə çıxmışam, yəni işləmirəm. Bugün baxıram, sağımda da yoxsan, solumda da yoxsan, bağıma baxıram, bağımda da yoxsan, yoluma baxıram, yolumda da yoxsan. Bax, bugünün aktuallığını təsdiq eləyir. Yaxşı ki, yoxsan. Sonunda da deyir, yaxşı ki, yoxsan. Elə adamlar elə olmasa yaxşıdır. Məsələn, bugün hamı şikayətlənir ki, zəif yazanlar, cızma qara eləyənlər, onlar da özlərinin öz tərəfləri var da. Bax, burada da o da bir şeirində, bax, elə bil ki, bu günü görüb yazıb. Bu günü görüb yazıb o. Deyir ki, zəif yazırsan, sən onu oxuyursan, bəyənirsən, o da səni oxuyur, bəyənir. Yəni, bu günümüzün reallıqlarıdır. Ona görə mən Süleyman Rüstəm haqqında çox danışmaq olar. Hər bir şeirinin, onun hər bir sətrində bir məna var. Mən çox istərdim ki, bax, məsələn, bir də onu deyim ki, Qarabağ müharibəsi başlayanda, orta məktəbdə oxuyanda da mən həmişə, onda uşaq idim, qayğısız idim, heç bir dərdim yox idi, heç bir, nətər deyim, dünyadan heç bir dərdimin, sərimin yox idi da. Bax, amma o müharibə də görməmişdim. Amma həmişə o ana və paştalyonu oxuyanda 4 ay vardı, ananın gözü yol çəkirdi, oğlundan bir xəbər yox idi. Bax, onun hər dəfə mən ağlayırdım. O paştalyonu qapıdan qovmağı, sonradan da o paştalyonun o qapıya gəlməyəndə onun özünə dərd eləməyi ki, hardadır, niyə gəlmir. Bax, indi də kövrəlirəm o şeiri oxuyanda. Qarabağ müharibəsi dövründə isə o şeir mən hər dəfə tez-tez oxuyurdum və kövrəlirdim. Bugün də onu oxuyanda inanın ki, mən kövrəlirəm. Çünki ona görə mən Süleyman Rüstəmin bu şeirini ona görə deyirəm ki, onun şah əsəridir. Və Təbrizim haqqında yazdığı, Təbrizim, gözəl Təbrizim. Bax, o dövrdə də Azərbaycandan ayrılıb, həmişə həsrətli olub. Son dövrdə də Təbrizdə baş verən hadisələr bugün həmin reallığı əks etdirir onun şeirlərində. Mən nə danışım, nə deyim, Qafar müəllim haqqında bir kəlmə də demək istəyirəm, onun sevgisindən bayaq sözümdə demədim. Mart ayının 12-sində Süleyman Rüstəmin ad günüydü. Doğum günüydü. Biz onun bir qrup ziyalılar, yazıçıların sədri, yazıçılar birinin sədri, xalq yazıçımız Anar, hamı oranı ziyarət elədi. Məsələn, orada hamını kövrəldən bir hadisə baş verdi. Qafar müəllim Araz çayından su gətirmişdi. Və onun məzarına o suyu səpəndə hamı kövrəlmişdi, içimən qarışıq. Və bu böyük bir sevginin nəticəsidir. Mən ay uşaqlar, sizə bir dənə ancaq onu tövsiyə edə bilərəm. Bugün sizin günahınız deyil ədəbiyyatlara, dərsliklərinizə, bu klassiklərimizin salınmamağı. Amma oxuduğumuz, yeni nəsil şairləri də tanımaq yaxşıdır, oxumaq yaxşıdır, onların da yaradıcılığını tanımaq. Amma çox tövsiyə edərdim sizə ki, kitabxanalardan bu kitabları alın, oxuyun. Bayaq dediyim kimi, söz ehtiyatınız artır. Mövzu götürürsünüz. Yenə dedim, mən yazılarımda dəfələrlə Süleyman Rüstəmin sətirlərindən başlıq seçmişəm. Yazılarıma başlıq qoymuşam və sevilib o yazılar. Sizə uğurlar arzulayıram. Belə görüşləri tez-tez keçirin. Təşəkkür edirəm ki, belə bir tədbir düzənləyibsiniz burada. Çox sağ olun.
Təşəkkür edirik Şəmsiyə xanım. İndi isə 7-ci sinif şagirdimiz Ayan Axundovanı Süleyman Rüstəmin Ana və Poçtalyon şeirini səsləndirməsi üçün səhnəyə dəvət edirik. Oğul dərdi idi dərdi. Sorurdu, balamanı hər cəbhədən gələndən. Ondan xəbər gəlməyir, xəbər gəlir öləndən. Yerə mi batdı oğlum, göyə mi çıxdı oğlum? Bəlkə mən yanılmışam, əzəldən yoxdur oğlu. El bilir uşaqlıqdan ona xələf olmayıb. Ürəyimə damıb ki, oğlum tələf olmayıb. Səbəb nədir ki yazmır anaya bircə kağız? Oğul, oğul deməkdən qabar oldu dil, ağız. Qəlbindəki ilk yara təzə idi, bu ilki idi. Onu bu hala salan nübarə idi, ilki idi. Qalxırdı yatağından, dan yeri söküləndə, hər qapı açılanda, hər qapı döyüləndə, dikilirdi ananın gözləri bir nöqtəyə, sevinirdi, oğlumdan bəlkə məktub var deyə. 4 ay vardı, ananın gözləri yol çəkirdi. Başqa bir dərdi yoxdur, oğul dərdi idi dərdi. Tanımayan tapılmaz məhlədə paçtalyonu, hamı istərdi onu, hamı sevərdi onu. Onu tanıyırdılar adamlar addımından, bir bayramdı çantası dolu gəldiyi zaman. Anaya şad xəbərlər gətirmişdi vaxtı ilə. İndi kağız almayan ana gələr eydilər. Söylədi paçtalyona bir neçə acı kəlmə. Məktub olmasa bir də sən bu həyətə gəlmə. Paçtalyon söz demədi, dilsiz dayanıb durdu. Elə bir dağ başında onu yıldırım vurdu. Ananın gözlərində sual gördü bir yığın, başını yerə dikib, dayandı xeyli dalğın. Sinəsini ötürüb, sonra küçəyə çıxdı. Fikirlər, düşüncələr, həssas qəlbini sıxdı. Deyirdi öz-özünə, ananın haqqı vardır. Geniş dünya olsuz, onun qəlbinə dardır. 4 ay vardı ananın, gözləri yol çəkirdi. Başqa bir dərdi yoxdur, oğul dərdi idi dərdi. Günlər keçdi, paçtalyon bu həyətə girmədi. Ana gözü ilə onu çox aradı, görmədi. Bütün həyətdəkilər öyrəşmişdilər ona. Hamı dedi, görəsən nə oldu paçtalyona? Bu qoca paçtalyon da anaya bir dərd oldu. Yolunu gözləməkdən hər gün gözü 4 oldu. Heç olmasa paçtalyon bu həyətə girəndə, məktub alan qonşular sevinəndə, güləndə, oğlunu xatırlayıb, sevinirdi ana da, sevincindən hamının pay düşürdü ona da. Ana düşündü, bəlkə qəlbini qırdım onun. Kim bilir, nə gəlibdir başına paçtalyonun. Bəlkə onun da oğlu qanlı döyüşlərdədir. Kim bilir, bəlkə o da mənimlə bir dərdlədir, xəstədir, baxan yoxdur, bəlkə də paçtalyona. Evlərini bilsəydim, bir baş çəkərdim ona. Bundan artıq nə gələr ki əlimdən, kaş ki o sözlər mənim çıxmayaydı dilimdən. Məktub gətirməsə də, qoy gəlsin, görək onu. Sevir bir ana kimi, bu dərdli ürək onu. Dərdli ananın artdı, indi birə 10 dərdi. Bir doğma oğul dərdi, bir də paçtalyon dərdi. Bir gün küçə qapısı açıldı çox sürətlə. Qonşular çıxdı evdən, təəccüblə, heyrətlə. Gördülər ki, paçtalyon əlində məktub gəlir. Elə bir caynağında qartal ov tutub gəlir. Aldılar bir qırpımda paçtalyonu dövrəyə. Məktub kimədir? Söylə, niyə dinmirsən? Niyə? Zilləyib gözlərini ananın gözlərinə. Paçtalyon qanad taxdı öz şirin sözlərinə. Bundan neçə gün əvvəl məndən küsən, inciyən, məktub olmasa bir də bu evə gəlmə deyən, mərhəmətli möhtərəm anayadır bu kağız. Hamı bir səs verildi, gözlərin aydın ay qız, ana gözləri yaşlı, ətir saçlı dilindən. Tez öpdü paçtalyonu məktub verən əlindən. Buna kadar bacımız, kardeşimiz var. Ve o da bizim halkımızın en büyük dertlerinden biridir. Bu arada ürek ağrısıyla şiir yazmayan yazıcı şairle görmüşüm. Ve bu ümitle yaşayırıq. Ben mahalle vaxtlarda olmuşam, onların da büyük ağrısı Arazın bu çayındaki öz kardeşleriyle bacılarıyla görüşmektir. Ben eminim ki gün gelecek, bu Araz iki yere bölen, böl
halk birleşecek, yegane vahid Azerbaycan olacaktır. Ağrılığından nece görkemli perişan oldum. Gözü iğneler uzun, yol çeken insan oldum. Bir zamanlar koca Təbriz'de şehirler yazdım. Doğma kardeş gibi bin eve mehman oldum. Bir güzel vardı o sahilde, Zülkaydı adı. İlk bakıştan ben onun üstüne heyran oldum. Başıma yağlar elinden kara taşlar yağdı. Yaralardan yüreğim bağrı kızıl kan oldum. Göz yaşımda sularım, derdim öten toprağının kara günler bitiren bağlara bağban oldum. Ben o sahilde nişan gördüm ayak izlerini, başımın hem de ki Təbriz'in Süleyman oldum. Söz verilir, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Texniki Universitetinin İctimai Fənlər Kafedrasının müdürü Həbib Mirzəyevdir. Buyurun. Çox sağ olun, təşəkkür edirəm. Həqiqətən də bir duyğusal anlardır, xoş anlardır. Təşəkkür edirik. Deməli, Samaya xanım, hörmətli direktor başda olmaqla bütün kollektivə, həm müəllim heyətinə, həm şahiziz, sevimli şagirdlərimizə. Yəni ki, qürur duyuruq ki, bugün Bakı, İstanbul, lisey, yəni bugün ədəbiyyata, şeirə, poeziyaya, musiqiyə qapı qaçıb, belə də olmalıdır. Çünki ölkənin inkişafında ən mühüm məsələ mədəniyyət məsələsidir. Yəni, mənəviyyat, mədəniyyət məsələsidir. Necə ki, hər bir şəxsin inkişafı, yəni əziz sevimli şagirdlərimiz bilin ki, hər kəsin inkişafı, onun nəinki peşəsi sənəti, həm də əxlaqı, mənəviyyatı ilə olduğu kimi, eyni zamanda xalqın da inkişafı buna bağlıdır. Çox şükürlər olsun ki, bizim də kifayət qədər mənəviyyatımızı zənginləşdirə biləcək dəyərli şəxsiyyətlərimiz var. Və hər hansı bir dəyərli bizim şəxsiyyətlərimiz, yəni bugün işığınıza toplaşdığımız Süleyman Rüstəm yaradıcılığına da baxanda, məsələn, bir axtarış eləyəndə, təhlil eləyəndə görürük ki, şairin yaradıcılığının leytmotivini təşkil eləyən nədir? Sevgidir, məhəbbətdir. Ana xəttin bu təşkil eləyir və eyni zamanda sevginin, məhəbbətin də ana xəttini isə vətənə məhəbbət təşkil eləyir. Bütün misralarında vətənə məhəbbətin nədir? Kodları var. O kodları açanda görürük ki, yenə vətən anlayışıdır. Digər elementlər, digər unsurlar, digər nüanslar isə o vətənə məhəbbəti bizdə formalaşdırmaq üçün bir vasitə kimi istifadə olunmuşdur. Bu baxımdan qeyd eləyək ki, deyir, ey vətən, torpağın əzizdir mənə, mən səndə tapmışam saadətimi, könüldən nəğmələr vermişəm sənə, çevirib bayrağa məhəbbətimi. İlk dəfə dünyaya göz açanda ilkin anamı görmüşəm, səni görmüşəm. Əhdinə vəfalı bir övlad təkin, döyünən qəlbimi sənə vermişəm. Şöhrətin ey vətən, şanım ey vətən, sən mənim adımı yerlərə yazdın. Ürəyim ey vətən, canım ey vətən, mən şair olmazdım, sən olmasaydın. Həqiqətən də ki, hər torpaqda coşmaz bulaq, hər sinədə yanmaz olaq. Azərbaycan elə bir məkandır, elə bir torpaqdır ki, burada baxırsan ki, nə qədər görkəmli şəxsiyyətlər, görkəmli ədiblər, mütəfəkkirlər, filosoflar yetişir. Elə balamız qeyd elədi də, şeiridir ki, fəlsəfəm deyir, qardaşa, yoldaşa, dosta etibar, düşmənə nifrətdir mənim fəlsəfəm. Bəli, Süleyman Rüstəm fəlsəfəsi bundan ibarətdir. Eyni zamanda indi dinlədik Süleyman Rüstəmin dilindən, Süleyman Rüstəm bütöv Azərbaycan üçün çırpınırdı onun ürəyi. Yəni, Azərbaycan, bütöv vahid Azərbaycan ideyası onun yaradıcılığında qızıl xətt təşkil edir. Nə qədər onun gözəl, təsirli cənub mövzusu var. Təbrizim şeiri, baxdıqca hüsnünə doymayır gözüm. Eyni zamanda Təbrizə bir çağırış var ki, deyir, Səttar xan o böyük sədrar milli, o atəş ürəkli, o atəş dilli. Yenə də görürsən ki, Səttar xanı göylərə qaldırmaqla
və bizə nədir? Yenə də ki, qəhrəmanlıq, yəni bu xalqımızın qanında, canında olan qəhrəmanlığı ifadə var da, məsələn, gözəl bir ifadədir ki, deyir, Türk, özüvə gəlsən, özüvə gələndə, kəndüvə gələndə böyük olursan. Və o çağırış nidası ilə, o hara ilə yenə də bizi o özümüzə qayıtmağa, yəni Səttar xan kimi o, deyək ki, düşmənə, yəni ki, Vahid Azərbaycan uğrunda mübarizəyə səsləyir ki, yəni bu baxımdan o atəş ürəkli, o atəş dilli, etdi azadlıq ellərə bəlli, sən onun yolundan dönmə Təbrizim, dalğalan, alovlan, sönmə Təbrizim. Yəni bu idi onun əsas deməli ideya xətti ki, eyni zamanda elə burada da qeyd olundu ki, deyir, görün, Süleyman Rüstəmin dilinə, görün nə qəribə bir taleyim var. O taylı, bu taylı, Süleymanam mən. Mən dəymə dediksə sən hey gülürsən, mən də öz yerində gülən şairəm. Ağzın süd qoxar körpələr kimi, mən xalqın dərdini bilən şairəm. Sanma taleyindən küskündür şeirim, qılıncdan itidir, kəskindir şeirim, dərdli ürəklərə təskindir şeirim. Zalimin bağrını dələn şairəm. Hər şey satılsa da ürək satılmaz. Əgər tapılmasa çörək satılmaz. Könüldə bəslənən dilək satılmaz. Vətənim öl desə ölən şairəm. Yəni hər bir şey Süleyman Rüstəm yaradıcılığında vətən namini idi. Vətən namini idi. Eyni zamanda elə qeyd elədi ki, o balamız qeyd eləyəndə çox güclü şeir idi ki, sağ olsun ki, onu təşəkkür eləyəm, repertuara salmışsınız ki, bu mənim fəlsəfəm. Deyir, aydın həqiqətdir mənim fəlsəfəm. Həqiqətən də ki, Süleyman Rüstəm haqq şairi idi. Yəni ki, o şeirlərində də dönə-dönə bunu vurğulayır ki, məsələn, o haqq şairi idi. Yəni, onun fəlsəfəsi aydın bir həqiqət idi ki, yəni, ağa ağ, qaraya qara deyən şair idi ki, deyir, mən ağa ağ dedim qaraya qara, sən məni istədin çəkəsən dara, yenicə saralır vurduğun yara, mənim bu yaralı könlümə dəymə. Həsədlərlə baxdın, çəmənimə sən. Gör bir nələr etdim vətənimə sən, od vurub, yan dedim bədənimə sən, altımda ateş var, külümə dəymə. Yəni, bu kim idi? Bu düşmənlərə qarşı idi. Hansı ki, Azərbaycanı işğal edən qüvvələrə qarşı, yəni Rus imperiyasına qarşı, Azərbaycanı ikiyə bölən Fars rejiminə qarşı, yəni birbaşa nədir? Şairin nifrəti idi ki, yəni bu baxımdan həqiqətən də Süleyman Rüstəm böyük şairdir və eyni zamanda qeyd eləyək ki, o qeyd olundu ki, müəyyən dərsliklərdə yoxdur. Məsələn, həqiqətən də bu ürək ağrıdıcı məqamdır. Ancaq qeyd eləyək ki, pedaqoji prosesin o, deyək ki, üsulları, onun deməli, bitmir, tükənmir. Yəni, onu qeyd eləyək ki, məsələn, bitməz, tükənməzdir. Yəni, bu baxımdan nə qədər dərslikdə də olmasa, yenə bizim imkanlarımız var ki, yəni mən də elə auditoriyada bir müəllim kimi bütün bu imkanları bilirəm ki, biz əlavə oxu materialları kimi, əlavə vəsaitlər kimi mütləq onları nədir? Sinifə auditoriyaya daşımalıyıq. Məsələn, auditoriyada da dərs keçəndə mühazirədir. Məsələn, deyək ki, bizim də görürsən ki, silabuslarda müəyyən məqamlar yoxdur. Ancaq elə birbaşa görürsən ki, istədiyim anda, istədiyim məqamda. Çünki bizim şairlərin, ədiblərin yaradıcılığı o qədər zəngindir, o qədər şaxəlidir ki, hər bir məqamda biz onlara nədir? İstinad edəmək imkanlarımız var. Əlavə material kimi, əlavə oxu materialları kimi. Hansı bir yollasa biz mütləq nədir? Balalarımızı o Səməd Vurğun olsun, Süleyman Rüstəm olsun, Rəsul Ruzu olsun, eyni zamanda Mikail Müşfiq, Əhməd Sabah, Hüseyin Cavid və s. Yəni hər biri. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, yəni bu qədər sahib bitməklə tükənmir. Nizamilər, Füzulilər, Nəsimlər, Xətailər, Vaqiflər, yəni bitmir, tükənmir. Hər bir xalqda bu cür dəyərlər yoxdur, bu cür ulular yoxdur. Yəni bunu biz bilməliyik. Allah Teala elə bir bu ölkəyə hər bir şey verib, bütün gözəllikləri bəxş eləyib. Elə bir coğrafi məkandır ki, bütün dünyanın gözü tarix boyu, əsrlər boyu burada olub, bu gün də var. Çünki gözəlliklər məskənindir. Yəni Allah Teala hər bir şey verib. O Zəlimxan Yaqubun ifadəsi var, düşmən bilir bu torpağın altı nədir, üstü nə, onun üçün də od yağdırır gecə gündüz üstünə. Elə bir gözəl məkandayıq ki, Allah Teala heç nəyə bizdən əsirgəməyib. Yəni biz gözəlliklərin oxşunda, gözəlliklər. Bunu da bizə yenə də ki,
bəxş eləyən təbii ki, nədir? Allahın bir lütfüdür ki, eyni zamanda ədiblərimiz, görkəmli şəxsiyyətlər və filosoflarımızda kifayət qədər var. Kifayət qədər var. Biz də onların yaradıcılığından təbii ki, bəhrələnməliyik, sevə-sevə, yüksək məhəbbətlə, böyük ehtiramla onları əzizləməliyik, onları təbii ki, gələcək nəsillərimiz biz ötürməliyik. Yəni, ötürməsək, təbii ki, ulu əcdadlarımızın, ulu babalarımızın, ulularımızın yanında biz böyük bir qəbahət, deməli, girdabına sürüklənə bilərik. Yəni, bir mənalı olaraq ona görə də ki, biz bunları nədir? Mütləq etməliyik. Və ulu öndərimiz Heydər Əliyev də, məsələn, qeyd edib ki, deməli, Səməd Vurğunsuz, Süleyman Rüstəmsiz, Rəsul Rızasız Azərbaycan poeziyasını təsəvvür etmək qeyri-mümkündür. Yəni, bu bir mənalı olaraq ulu öndərin dilindən, birbaşa düşüncəsindən bizə söylənən fikirlərdir. Çünki bizim ədiblərimiz, görkəmli şəxsiyyətlərimiz hər bir şeyi bizim mənəviyyatımıza toxunmaq üçün o öz beynini, öz düşüncəsini birbaşa nədir? Qələmi ilə vərəqə köçürüb, eyni zamanda biz də o vərəqləri nədir? Mütləq səhifələməliyik. Bu baxımdan yenə bir daha təşəkkür edirəm. Həqiqətən də mənə çox xoşdur ki, yəni bugün burada iştirak eləmək, bütün o ədiblərimizin, bütün görkəmli şəxsiyyətlərimizin ruhu şad olsun ki, biz də həqiqətən də ki, onların işığına böyük bir ehtiramla nədir? Toplaşa bilirik. Sağ olun, bir daha təşəkkür edirəm. Sağ olun. Həbib bəyə təşəkkür edirik. İndi isə sözü veririk 7-ci sinif şagirdimiz Xədicə Babayeva. Xədicə Babayeva bizim üçün şairimizin Azərbaycana gəlsin şeirini səsləndirəcəkdir. Alqışlarınızla. Vətənimin seyrinə çağırıram elləri. Sərvət görmək istəyən Azərbaycana gəlsin. Bəzənib başdan başa şəhərləri, kəndləri, cənnət görmək istəyən Azərbaycana gəlsin. Qanımızda dövr edən sədaqətdir, sədaqət, günəşdən də parlaqdır gözümdə bu həqiqət. Dostuna, qardaşına təmənnasız mərhəmət, hörmət görmək istəyən Azərbaycana gəlsin. Gözəlliklər vətənə gözəllərindən gəlir. Dostluğun, qardaşlığın təməllərindən gəlir. Könüllərin müqəddəs əməllərindən gəlir. Qüdrət görmək istəyən Azərbaycana gəlsin. Saysız qəhrəmanların, qurub yaradanların, qocasında, gəncində bu sadə insanların şöhrət görmək istəyən Azərbaycana gəlsin. Payızında, qışında, baharında, yazında dinir dostluq nəğməsi, könüllərin sazında sabaha addımlayan mərd oğlun da, qızın da qeyrət görmək istəyən Azərbaycana gəlsin. Zavalsızdır ömürlük qoynundakı bağça, bağ, məhəbbəti, şöhrəti dolaşır oymaq-oymaq. Al bayraqlar altında alnı açıq, üzü ağ, millət görmək istəyən Azərbaycana gəlsin. Bizim yekun hissəsinə keçirik. Son söz üçün məktəbimizin direktoru Samaya Turabxanını səhnəyə dəvət edirik. Hörmətli qonaqlar, dəyərli müəllimlər və əziz şagirdlər. Bugün liseyimizdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Süleyman Rüstəminin anadan olmasının 120 illiyinə həsr olunmuş bu gözəl tədbirin keçirilməsindən böyük məmnunluq duyuruq. Süleyman Rüstəm Azərbaycan ədəbiyyatında özünə məxsus yeri olan, sözü ürəklə yanaşan böyük bir şairdir. Onun vətən sevgisi və insan duyğularını səmimi şəkildə ifadə edən misraları bugün də oxucuların qəlbinə yol tapır və gənc nəsil üçün dəyərli bir əbədi irs kimi yaşayır. Bugün aramızda olan dəyərli qonaqlarımızın iştirakı tədbirimizə xüsusi dəyər və mənəvi gözəllik qatdı. Sizin bu tədbirdə iştirakınız həm şagirdlərimizin, həm müəllimlərimiz üçün böyük diqqət və dəstək nümunəsidir. Süleyman Rüstəmin zəngin ədəbi irsi haqqında
söylədiyiniz dərin və mənalı fikirlər, etdiyiniz çıxışlar bizləri daha da maarifləndirdi. Bunun üçün sizə səmimi qəlbdən, öz şəxsi adımdan, litseyin adından təşəkkürümü bildirirəm. Sizin sözləriniz bir daha göstərdi ki, böyük ədiblərimizin irsi hər zaman yaşayır və gələcək nəsillərə işıq tutur. Belə tədbirlər şagirdlərimizin inkişafına, ədəbiyyata və mədəniyyətə olan marağını artmasını töhfə verir. Tədbirimizdə iştirak edən hörmətli qonaqlarımıza, eləcə də tədbirin təşkilində əməyi olan hər kəsə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Təşəkkür edirik Səmaya xanım. Beləliklə, bugün böyük şairimizin ədəbi irsinə həsr olunmuş tədbirimiz sonuna çatırıq. Süleyman Rüstəmin söz dünyasından süzülən misralar bugün bir daha qəlblərimizdə əks-səda verdi. Bizi düşündürdü, duyğulandırdı və ədəbiyyatın qüdrətini bizlərə xatırlatdı. İnanırıq ki, bu tədbir hər birimiz üçün həm xatirə, həm də ilham mənbəyi olacaqdır. Sağ olun.